Əştərxanda tatar dilində çıxan Qonaş, yəni Günəş qəzetində maraqlı bir yazı dərc olunmuşdu. Çoxlarını narahat edən bu vacib məsələdə məzlum şərq qadınının taleyi probleminə toxunulurdu. Cavan ailələr niyə tez dağılır? Müsəlman oğlanları nə üçün öz qızlarımızı bəyənmirlər? Ailə həyatının zəhərlənməsinə səbəb nədir? Məqalənin müəllifi Axund Pişnamazzadə bu suallara çox aydın cavab verir. Hamının acı sezdiyi, fəqət heç kəsin dilinə gətirməyə cürət eləmədiyi sosial bəlanı qamçılayır, onun köklərini açıb göstərirdi. Müasir gənclərimiz get-gedə Avropa ruhunda inkişaf edir və tərbiyə olunurlar. Onların qadına münasibəti dəyişir. Digər tərəfdən isə biz müsəlman qızlarının tərbiyəsinə əsla fikir vermirik. Beləliklə xarakterdə, tərbiyədə və inkişafda iki əks qütb yaranır. Ailə ixtilafları da, ziyalılarımızın savadsız müsəlman qızları ilə evlənmək istəməməsi də elə buradan irəli gəlir. Yazı geniş əks-səda doğurur. Şərq aləmində ailə işinə qarışmaq olar. Özü də kimdir bunları yazan? Dövrün tanınan ruhani alimi, görkəmli bir şəriət bilicisi. Bu ki, İslam təfəkkürünə çox ciddi bir zərbədir. Qara güruh o dəqiqə baş qaldırır. Güya müəllif şəriət qanunlarını pozur, milli hissləri tapdalayır. Güya xalqı çaşdırır, oğlanlara böhtan atır, qızları, qadınları pis yola dəvət edir. Bir tərəfdən də bəlli olur ki, Axundun iki qızı Tiflis qadın gimnaziyasında oxuyur, özü də rus dilində. Bu ki lapağı oldu. Hücumlar getdikcə kəskinləşir, bütün bunlara görə o diqqətləri özünə cəlb edir. Axund Pişnamazzadənin dərin müşahidəsi, ağıllı mühakiməsi, Doktor Nərimanın çox xoşuna gəlir. Elə buna görə də müsəlman qadınının təhsili barədə geniş bir məqalə yazaraq, millətin dərdi sərini cəsarətlə açıb göstərən Axund Pişnamazzadəni qətiyyətlə müdafiə edir. Kəmsavad, qaragüruh mollalara kəskin cavab verir. Bütün bunlardan narahat olan yüksək dövlət orqanlarının nümayəndələrini isə bir sual maraqlandırırdı. Axı qadın hüququnun bu alovlu mübarizi Axund Pişnamazzadə kimdir? O öz zəmanəsində Azərbaycanın sözün əsl mənasında mənəvi çıraqlarından biri hesab edilirdi. Bəli, o qadın hüququnun müdafiəçisi idi. Amma haqqında söhbət açacağımız bu böyük şəxsiyyət hər şeydən əvvəl Azərbaycan milli ruhunun, milli koloritinin keşikçisi idi. Təbii ki, məşəqqətli həyat yolu keçən bu səlamətçi insan, sonralar Azərbaycanda mənəvi rifahın pozulmasına böyük səylə cəhd göstərən, bir çox məmuru elə təkcə öz adı ilə narahat edən Mirzə Məhəmməd Axund Məşəd Əlioğlu Pişnamazzadə idi. O, 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində dünyaya gəlib. Məhəmmədin babası Axund Hüseyn Pişnamazzadə Gəncə Cümə məscidində Mirzə Fətəli Axundzadiyə məntiq və fiqhdən dərs deyib. 19-cu əsrdə Gəncədə yaşayan Mövlanə Hüseyn fiqh elmləri ilə yanaşı başqa elmləri də bilib, ən yüksək alimlərin başçılarının daşıdıqları Mövlanə ləqəbinə yiyələnib, sufilik ideyalarını təbliğ edib. Vaiz kimi böyük hörmət qazanan Mövlanə Hüseynin çox güman ki, Gəncə camisində mədrəsəsi də mövcud olub. Lakin Axundun fəaliyyəti Gəncə camisindən daha çox İmamzadə ilə bağlı olub.
O Molla Hüseyin təkcə elə belə kabinetdə oturub kitab yazan adam olmur. Onun bu məscidin ətrafı mədrəsə olub. Yəni hətta orada güşə göstərirlər ki, Mirzə Şəfi, Mirzə Fətəli Axundzadə harda dərs deyib. Və o Axund Hacı Ələsgər ki, görüb bu qardaşı qızının oğlu, Nanə xanımın oğlu, Mirzə Fətəli yeni dərs keçmək istəyir, yəni elm öyrənmək istəyir və s. Bu istəyirdi o da molla olsun və özü ziyarətə getmək istəyir, həccə gedir. Belə düşünür ki, kimə etibar eləsin bu özünün mənəvi övladını, qardaşı qızının oğlunu. Çünki atası Xaminədən idi, Güney Azərbaycanın Xaminə kəndindən idi. Kəndxuda olub və s. olub, çoxlu onun taliyi ayrı. Lakin bu Mirzə Fətəlini istəyirdi ki, molla olsun. Bu da gəlib Molla Hüseynin yanına, daha çox mənə nə qəribə, maraqlı gəlir ki, Şəkidən Axund Hacı Ələsgər heç kəsə etibar eləmir. Oğlunu Gəncəyə gətirib Molla Hüseynə tapşırmaq istəyir ki, onun təlim, tərbiyəsi ilə, təhsili ilə o məşğul olsun. Məhəmmədin atası Axund Mirzə Əli də dövrünün tanınan din xadimi olub. O Gəncədə Şah Abbas məscidinin axundu və məsciddə fəaliyyət göstərən mədrəsənin fiqh və məntiq müəllimi olub. Bu nəsildən olan Axund Fərəcullah Axund ağası, Axund Əbdülcabbar, Axund Şeyx Kərim Pişnamazzadələr demək olar ki, bütün Qafqazda tanınan din xadimləri kimi böyük hörmət sahibi idilər. Məhəmməd özü də elə ilk gündən ata-baba yolu ilə gedir. İlk təhsilini əvvəl atasından və yerli mədrəsədən alan Məhəmməd, sonralar təhsilini artırmaq məqsədi ilə Təbrizin Dini Təhsil Məktəbində ali ruhani təhsili alıb vətənə qayıdır. Mollalıq etməklə bərabər yerli mədrəsədə dərs deyir. 1892-ci ildə o, Gəncə Cümə məscidinin axundu seçilir. Bir ildən sonra Tiflis Vilayət Məclisinin üzvü, 1895-ci ildə isə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin edilir. Axund Məhəmmədə pişnamaz deyilməsi də əbəs yerə olmayıb. Əgər o dövrlərdə tanınan din xadimləri mahallar üzrə qazı, yaxud axund vəzifəsinə təyin edilirdilərsə, pişnamaz ləqəbi ancaq görkəmli şəriət bilgilərinə verilirdi. Təbii ki, Məhəmməd Pişnamazzadə bu adı özü qazanmaqla yanaşı, xalq özü də Pişnamaz adını, Pişnamaz ləqəbini ona layiq görmüşdü. O həqiqətən də dövrünün tanınan din xadimi və pişnamazı olub. 1912-ci ilin fevral ayında Məhəmməd Pişnamazzadə ilə bağlı bir sənəd tapılır və bu sənəddə Pişnamazzadə ilə bağlı maraqlı məqamlar üzə çıxır. Müsəlman aləmində o, əsas və görkəmli ictimai xadimlərdən biri hesab edilir. O, Qafqaz diyarı hüdudlarında müsəlman üsul-i cədid məktəblərinin, kitabxana qiraətxanaların, müxtəlif xeyriyyə cəmiyyətlərinin yaradılmasının təşəbbüsçüsüdür. Öz əsərlərində, məqalələrində və ictimai yerlərdə söylədiyi nitqlərində o, müsəlmanları birləşməyə və milli tayfa davalarına son qoymağa çağırırdı. Pişnamazzadə öz baxışlarına görə mütərəqqi müsəlman və eyni zamanda yüksək dərəcədə dindar, ciddi adamdır. Müsəlman ruhaniləri arasında və cəmiyyətdə görkəmli mövqeyinə görə seçilir, sadə və ayıq-sayıq həyat tərzi keçirirdi. Heç bir əyləncə yerinə getmir, kübar dairələrdə dolaşmır. Bac, xərac və rüşvət almaqla məşğul olmur. Çünki bunlar onun xalq xadimi və idealist əqidələrinə ziddir və ümumiyyətlə xarakterinə yabancıdır. Ermənilər Gəncəyə basqın eləyən vaxt, bu Şeyx Rustam görür ki, vəziyyət pisdir. Bunlar hamını qıra-qıra nə uşaq bilirlər, nə arvad, arvadlara sataşırlar, gəlinlərə sataşırlar. Bilmir, nə qarşısın, bütün abiyyabit eləyir ki, nə qədər qadın var, mənim padvalım tutunca dolduracam onları. Yaxın, küçəlimi, dostmu, tanıyanmı, bir-birinə xəbər verib, hamısı gəlirlər, yığışırlar bunların məhləsinə. Oradan da bunun böyük padvalı var imiş.
Hamısını orada gizlədir, ağzını bağlayır. Ora gedən olmasın deyin. Məcbur eləyirdi ki, nəcis yaxsınlar üz gözlərinə, kömür yaxsınlar. Orada həmən padvalda pis qoxular olsun, əskərlər girsə oradan qaçsınlar. Beləliklə bir padval adamı, qadını, qızı, gəlini hamısını bu müdafiə eləyir. Sağ-salamat 3 gün orada qalandan sonra ermənilər sakitləşəndən sonra hamısı çıxır, hərə öz evlərinə gedir. Mən eşitdiyimə görə, yəni məsələn, Goranboy ilə Gəncə arasında vaxtilə böyük bir ixtilaf əmələ gəlibdi. Yəni qaçaqların törətdiyi bir xoşa gəlməz, yəni hala görə və tacirlər öz atlarını, karvanlarını keçirə bilmirlərmiş orada. Hətta məsələn mən yəni yaşlılar bunu danışırdılar, şahid olan adamlar ki, qan düşmançılığı və yaxud ondan da böyük düşmançılıqlar olan yerdə Məhəmməd Pişnamazadə ora gedəndə insanlar barışırlarmış. Yəni ona bir şəxsiyyət kimi insanlar hörmət göstərirdi. Məsələn, biz əgər həmin devir 20-ci əsrin əvvəlində Mirzə Ələkbər Sabirin şeirlərinə baxın. Mirzə Ələkbərin biz şeirlərində görürük ki, millət öz uşağını oxutmaq istəmir, məktəbdən qaçırdı. Amma Məhəmməd Pişnamazadənin açdığı məktəbə görürük ki, uşaqlar axınırdı. Bu təhsil yəni məktəblə getmirdi. İnsanlar məktəbin rəisi kimdir, məktəbdə olan uşaqlarını kim himayə eləyəcəkdir. Və eyni zamanda da Gəncədə həmin devir çox böyük ziyalı potensialı olubdur. O ziyalılar əgər bunu bir şeyx kimi qəbul ediblərsə, o titulu veriblərsə, hər halda onun yəni müəyyən dərəcədə əxlaqi xəssiyyəti də bundan özünü göstərir. Yəni Molla Pişnamazadə öz dövrünün böyük bir din xadimi, din alimi. Yəni gör bu nə səviyyədədir ki, Azərbaycan Ruslar tərəfindən işğal olunub, Gəncə işğal olunub və bu qısa bir müddətdə Gəncədə xalq, ziyalı təbəqə yenidən özünü bərpa edib dirçəldə bilir. Yəni hətta görün nə yerdədir ki, Pişnamazadələr bunlar məsciddə pişnamaz vəzifəsini icra ediblər. Yəni məsciddə namaz qılanların qarşısında bunlar durublar. Görünür, gözəl səslər olub, dini gözəl biliblər. Ona görə həmişə məsciddə o namaz qılanların qarşısında bunlar dayanıb, qabaq hissədə. Və ondan da bu o qədər şərəfli vəzifədir, bu onların soyadına çevrilir. Axund Məhəmməd Pişnamazadə dövrünün mütərəqqi fikirli adamı idi. O elmə, təhsilə xüsusi diqqət yetirər, qayğı göstərərdi. Lakin dərs dediyi mədrəsənin təhsil üsulu və fənlərin yeksənəkliyi onu qane etmir. Məhz buna görə də yeni savad kursları açır və burada dünyavi elmlərin öyrənilməsinə şərait yaradır. Əbəs yerə deyil ki, Gəncədə Məktəb-i Xeyriyyənin bünövrəsini də o qoyub. Burada ilk dəfə olaraq şagirdlər məktəbli paltarı geyinirlər. Dərslər ana dilində keçirilir. Kasıb uşaqlar təqaüd alır. Əla oxuyanlara xüsusi geyim forması verilir. Varlı uşaqları təhsil haqqı ödəyir, kasıblar isə pulsuz oxuyurdu. O şagirdlərdə vətənə, xalqa, dinə məhəbbət hissi aşılayırdı. Xeyriyyə məktəbində şəriət fənləri ilə yanaşı, dünyavi elmlər də tədris olunurdu. Məsələn, Məktəb-ül Xeyriyyənin müdürü olarkən Pişnamazadə, yəni bu çox maraqlı bir məqamdır. O zaman Gəncənin general qubernatoru olur, yəni adı, ismini dəqiq bilmirəm. Həmin o şəxsin yoldaşı Məktəb-ül Xeyriyyədə dərs deyir. Yəni rus dilində dərs deyir. Deməli, həmin o şəxsin həyat yoldaşı, yəni qubernatorun həyat yoldaşı dərsə 5 dəqiqə gecikdiyi üçün Pişnamazadə onu işdən qovur. Yəni qubernatorun həyat yoldaşını işdən qovur məktəbdən. Qubernator ona gəlir yanına, ona bildirir öz belə deyim də, yəni fikrini ki, bəs bəlkə geri qaytarasan yoldaşımı, bəlkə belə filan fismikan. Yəni konkret olaraq Pişnamazadə onu geri qaytarmır yoldaşını. Hətta məsələn qubernator Ələkbər bəy Rəfibəylini, İsmail xan Ziyadxanlı, yəni o dövrdə nüfuzlu olan məsələn Həsən bəy Ağayevi minnətçi salmaq istəyir, heç biri razı olmur ki, biz Pişnamazadəyə bu barədə heç bir şey deyə bilmərik. Bu qanunla işləyən adamdır. Siz qanun tələb eləmirsiniz,
Biz də qanun tələb eləyirik. Dərsə 5 dəqiqə gecikib və öz cəzasını alıb, işdən uzaqlaşdırılıb. O bir daha geriyə qaytarıla bilməz. Məmməd Əmin Rasulzadə ilə yazışmalarında Hüseyn Baykara, Məmməd Əmin, yəni Hüseyn Baykarıya cavab olaraq yazır ki, deyir, mən indi anladım ki, bizim qurduğumuz o, yəni az müddətli yaşayan Azərbaycan Xalq Cumhuriyyətinin o baza hissəsini, kadr hissəsini Məhəmməd Pişnamazadənin açdığı məktəblər təşkil elədi. Bu Məktəbül Xeyriyyənin ən ömdə, böyük əhəmiyyəti onda idi ki, mən deyərəm ki, Türkmənçay Gülüstan müqaviləsindən üzübəriyə milli maarifçilik birinci orada yarandı. Bu o dövr idi ki, ermənilərin yaratdığı terrorçu Daşnaqüstün firqəsi İranda, Türkiyədə, habelə Qafqazda bir sıra ciddi terror aktları həyata keçirirdi. İranda Babillər hərəkatı, Türkiyənin müharibələrdəki məğlubiyyəti, sultanlığın məhvə sürüklənməsi, Rusların ucqarlara pis münasibəti, xalqları demək olar ki, qarşı-qarşıya qoyması, cəhalət, səfalət. Təbii ki, o zamanlar millətçivər Məhəmməd Pişnamazadəni narahat etməyə bilməzdi. Məhz bu eybəcərliklərin səbəbini və törədənləri lənətlədiyinə görə ən əsası açıq danışdığı üçün 1900-cü ildə şəhər qazısı Molla Məhəmməd Pişnamazadənin yaratdığı Məktəb-i Xeyriyyənin fəaliyyətini dayandırmağa məcbur olur. Məktəb-i Xeyriyyə o vaxtı nəyi dəyişə bilərdi? Bir növ o zaman o məktəb ki var idi, o köhnə üsul ki dərsdirəydi, ona qarşı idi bu bir. İkincisi, o məktəbdə yüksək dərəcəli alimlər çalışırdı, elmli insanlar çalışırdı. Bizim müqtədir şairimiz Hüseyn Cavid o məktəbdə müəllim idi. İdris Axundzadə rus dilinə dərs idi. Mirzə Abbas Abbaszadə 20-ci ildə onu ruslar şəhid etdilər. Həmən məktəbin müəllimi idi. Abdullah Tofiq Sur ilk Azərbaycanda Füzulinin münəqqidi olub. Yəni, onun dəyərliyim sizə, onun əsərlərini təhlil edən olubdur. Abdullah Tofiq Sur o məktəbdə işləyib. Onun tələbələrindən olubdur. Tanınmış Turançı Əhməd Cavad onun müəllimi olubdur. Məktəb-i Xeyriyyə bunlara sərfəli döydü. Üsul üzrəsinə demək, çağrışlarına cavab vermirdi. Oradakı çalışan ziyalılar, müəllimlər hamısı mütləqiyyətin nifrət edən adamlar idi. Mütləqiyyəti sevməyən adamlar idi. İrəliyə doğru xalqının işıqlı gələcəyi uğruna çalışan adamlar idi. Məktəbül Xeyriyyənin bağlanması tək Məhəmməd Pişnamazadə ilə əlaqəli deyil. Çünki Məhəmməd Pişnamazadə bu fəaliyyətin özünü şəxsi mənafi üçün eləmirdi ki ondan. Burada söhbət ondan gelirdi ki, Çar Usul İmperiyası yaxşı sezirdi ki, kimlər yetişir o məktəbdə, o məktəbdə hansı tərzdə dərslər keçirilir və yəni şübhəsiz o imperiya idi və onu o addımı atırdı. Necə ki, sonraki devirlərdə atdı. Harada milli məktəbimiz var, harada yəni ki, milli iyi var, harada qoxu var, oranı bağlamaq, dağıtmaq, məhv eləmək. Amma şübhəsiz ki, həmən devir Pişnamazadə və onun yaxın silahdaşları həbs olunur. Sonraki illərdə daha 10 yeni məktəb açan Pişnamazadənin həbsi 1900-cü ilin dekabr ayında yaşadığı evdə axtarış aparıldıqdan sonra reallaşır. Axtarış zamanı Axundun evindən Məktəbül Xeyriyyəyə dair kitablar, sənədlər müsadirə olunur. Həmin dövrdə Pişnamazadə ilə bərabər 37 nəfər Azərbaycanlı ziyalı da qiyama hazırlaşırdı. Onlar da bəhanə edilərək həbs olunurlar. Axund Məhəmməd və üləmalardan 3 nəfər Türkistana sürgünə göndərilir. İmperiya üsul idarəsi istərsə sonra, yəni qırmızılar hakimiyyətə gəldikdən sonra əsaslı şeyləri tuta bilməyiblər. Çünki biz bilirik, əsərlərdən, mənbələrdən də məlumdur ki, o adamlar ağıllı adamlar olublar. Onlar lazım olan sənədləri üzdə saxlayası deyilirlər, kimsə tapsın. Məsələn, çox maraqlı bir hadisə, yəni evdə bir kəniz olur, nökər olur. Məhəmməd Pişnamazadənin evində ki, yəni Gülnaz adında 20-ci ildə bolşeviklər Gəncəyə girəndə, yəni daxil olurlar evə, evin içindən fars dilində, ərəb dilində bir sənət çıxır. Sənəti göndərirlər Moskvaya. O sənətin üstündə bunu tuturlar. Yəni inanmırlar yerli oxuyanlara. Və Moskvadan cavab gəlir ki, bu sadəcə bir kəvindir, kəvin kəsilib. O Gülnazın kəvinini kəsibdir.
Yəni orada cüzi məsələlər. Hamının kitabxanasında, istənilən, yəni kitabxanada bir kitab tapmaq olub, əsaslandırmaq olar ki, sən yəni dövlətin əleyhinəsin. Peterburq, Varşava dəmir yolunda bir dənə Luçinski adına bir stansiya var. O stansiyadan bir dənə bağlama göndərilir. 2 bağlama göndərilir Gəncəyə. Göndərilən adı yoxdur. Amma alan adamın adı var, Pişnamazadədir. Bu polislər çox maraqlanır ki, bu nə tər bağlamadır ki, göndərən adı yoxdur. Açanda görürlər burada 2500 ədəd nüsxə fransız və türk dilində ədəbiyyat var. Bunlar gizli surətdə, məxfi surətdə məktub göndərirlər Gəncə jandarmeriyasına ki, yoxlayın görün bu kimdir. Yoxlayırlar, görürlər ki, bu alacaq adam bunu, bu bağlamanı Pişnamazadədir. Özə bunlar bu tək deyil, bunun ətrafında durubdur Mirzə Məhəmməd Axundov durubdur, bunun yanında durubdur Həmid bəy, ondan sonra Ələsgər bəy, Xas Məmmədov qardaşları durub. Bunları bir qafıl gəlib onların öylərini mühasirəyə alırlar, evlərini axtarırlar. Bunların evindən demək ədəbiyyatlar çıxır. Ədəbiyyatlar çıxır. Bu ədəbiyyatların çıxdıqları bunların əlinə tam sənət kimi götürülür və bunları sürürlər. Mirzə Məhəmməd Axundovu 5 il sürürlər Azərbaycandan kənara, İran sərhədinə. Pişnamazadə mərhumu isə sürürlər Türkistana. Lakin çox keçmir ki, Axund Pişnamazadə və ətrafındakı 3 vətənpərvər ziyalı əhv edilir. Gəncəyə geri dönən Pişnamazadə burada da öz nəcib işlərini davam etdirməyə başlayır. O zamanki Gəncə ziyalılarını başına toplayıb yenidən bir mədrəsə tikdirir və bu mədrəsənin müdiri olur. Ümumiyyətlə, 1905-ci ildə erməni terrorçularının Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım və bu soyqırımda Rusların o zamanki erməni terrorçu firqəsi olan Daşnak sütunu müdafiə etməsi, o zamanki İrşad qəzetinin baş redaktoru olan Əhməd Bəyaoğlunu vadar edir ki, artıq Azərbaycanda Difai adlı özünün müdafiə təşkilatı yaratsın. Din xadiminin maarifçilik fəaliyyəti Difai Müdafiə Təşkilatı yarandığı dövrdə də getdikcə genişlənir. Bilənlər, duyanlar ona qiymət verirlər. 1906-cı ildə geniş ictimai fəaliyyəti nəzərə alınaraq Gəncə vilayəti qazisi təsdiq olunan Məhəmməd Pişnamazadə elə həmin il Difai Partiyasının Gəncə şöbəsinin sədri seçilir. Pişnamazadə o zaman onların əksəriyyətindən yaşlıdır, böyüydü, ağsaqqalı idi. Özün Axundzadə, Qusub bəylilər, Xas Məmmədlilər, bunlar hamısı cavan idilər. Özə Pişnamazadə onların çoxsuna mədrəsədə dərs edilmişdi. Orada o status quo məsələsi var da, bu ağsaqqallıq məsələsi var. Onu nəzərə alaraq, onun nüfuzunu nəzərə alaraq ona həvalə eləmişdilər. Ancaq əsas işləri, praktik işləri bu cavanlar yerinə getirir. Ola bilsin ki, bir məqam da ondan ibarətdir ki, məhz onun Difai Təşkilatının Gəncə şöbəsinə sədrlik eləməyi Difai İslami bir addır. Yəni müdafiə, ərəb adıdır. Məhz ola bilsin ki, yəni bu yönümdən də ola bilər ki, məsələn bu şəxs məhz Difai Təşkilatının Gəncə şöbəsinə sədrlik etmişdir. Amma müəyyən, məsələn, tarixçilər qeyd edir ki, həm Pişnamazadə sədr olmuşdu, həm də Ələkbər bəy Rəfibəyli sədr olmuşdu. Və hər iki şəxsin də təbii ki, böyük nüfuzu var idi o dövrdə Gəncədə. Sadə bir molla arxasından apardığı kütləni böyük bir ziyalı apara bilmirdi. O mənada Məhəmməd Pişnamazadə və Ələkbər bəy Rəfibəyli bunlar ayrı-ayrı istiqamətdə ikisi də sədr idi. Amma söhbət nədən gedirdi? Ələkbər bəy Rəfibəyli tamam başqa bir istiqamətdə fəaliyyət göstərirdi. Məhəmməd Pişnamazadə tamam başqa. Amma ki, yəni bizim əlimizdə dəqiq sənəd, bəlgə yoxdur ki, biz sübut eləyək ki, Difai Partiyası. Çünki mən yenə tək bu partiya qapalı bir partiya olub. Gördüyü işlər tamamilə sirr olubdur. Lakin Nağı Şeyx zamanı Nağı bəy orada bölür. Əslində Difaidə liderlər siyahısı yazır Nağı bəy. Yazır ki, bizim dini rəhbərimiz Pişnamazadədir, tutaq ki, qol gücümüz Ələkbər bəydir, Rəfibəylidir. Amma Məhəmməd Pişnamazadənin difaisi olması, sırf o difa ilə bağlı olması tarixin daha sonraki mərhələsində özünü daha qabarıq şəkildə göstərdi.
Məhz Sədir Məhəmməd Pişnamazadənin rəhbərliyi altında Difainin Gəncə şöbəsinin üzvləri tərəfindən xalqa qarşı törədiləcək onlarla xoşagəlməz addımın qarşısı alınır. Difainin əsas dayaq məntəqəsi hesab edilən Gəncə, xalqın mənafeyi naminə inamla işlər aparır. Qoloşapovlar, Qraçinskilər, Banikovlar demək olar ki, Difai və Pişnamazadə əzminin üzdən İraq qurbanlarına çevrilməyə məhkum edilirlər. 1905-6-cı illərdə Şuşada kütləvi şəkildə qırğınlar baş verir. Ermənilər tərəfindən Azərbaycanlılara qarşı kütləvi qırğın aktları həyata keçirilir və bu halda Azərbaycanda imkanlı şəxslər hamısı çalışırlar nəsə öz köməkliyini göstərirsinlər. Təsəvvür edin ki, bütün Gəncədə Molla Məhəmməd Pişnamazadə xüsusi bir kampaniya keçirilir. Bu kampaniyada xalqdan iyanələr toplanır. Kim nəyi bacarırsa bəxşişlər edilir. Ən böyük bəxşişi də Molla Məhəmməd Pişnamazadənin özü edir və özü şəxsən bunları toplayaraq Qarabağ əhlinə göndərir ki, onlar ermənilərdən həm müdafiə olsunlar, həm evlərini bərpa etsinlər. Bununla da dayanmır. O dövrdə bütün Qafqazda ən maraqlı çıxan və ən oxunan qəzet Qafqaz qəzeti idi. Orada hər gün ardıcıl olaraq müraciətlərlə çıxış edir və bütün Çar Rusiyasının müsəlman əhalisinə Qarabağlılara kömək etməyə çalışırdı. Yəni Molla Məhəmməd Pişnamazadə o dövrdə təkcə dini işlərlə yox, eyni zamanda Azərbaycan xalqının harda nə problemi olurdusa onunla maraqlanan bir şəxsiyyət idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda burada bəzi məsələlər var ki, biz yəni onu deməliyik, çatdırmalıyıq. Difaiçilərlə musavatçıların arasında müəyyən ziddiyyət var idi. Məhəmməd Pişnamazadə özünün difaiçi olmağını göstərdi və Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdə istefa verdi Şeyxülislamlıqdan, özü istefa verdi. Onunla bərabər Gəncədən bəzi adamlar gedirlər. Burada söhbət nədən gedirdi? Yəni Türk Qafqaz, yəni Qafqaz İslam ordusu Nuru Paşanın yəni başçılığı altında Bakıya ki çatdı, erməniləri təmizlədi, millətimizi təcavüzdən qurtardı. Allah onların hamısına rəhmət eləsin. Sonra birdən-birə dərhal Rəsulzadənin və musavatçıların o iddia ki, irəli sürürlər ki, Türk ordusu çıxmalıdır Azərbaycandan və Thomsonu dəstəkləyirlər. Burada ziddiyyət əmələ gəldi. Bu ziddiyyətdə Məhəmməd Pişnamazadə Difainin tərəfini saxladı. Bu bir. Eyni zamanda yəni Bakıda olanların da ona qarşı münasibətləri xoş deyil idi. Yəni onun sırf Azərbaycançılıq, yəni indiki, yəni müasir ideologiya baxımından deyildikdə Azərbaycançılıq ideologiyasına bağlılığında. Bəli, Məhəmməd Pişnamazadənin də qarşısında duran əsas vəzifələrdən, əsas amallardan biri bu idi. Millətçilik, düşmənin həmlə və hilələrini yerindəcə aşkar etmək və buna qarşı özünü müdafiə, yəni difa etmək. 1906-cı ildə maarifçilik sahəsində göstərdiyi fədakar xidmətlərinə görə Pişnamazadə yenidən Gəncə vilayəti qazisi seçilir və öz əvvəlki mütərəqqi fikirlərini davam etdirməyə başlayır. Və təbii ki, bu zamanda Məhəmməd Pişnamazadənin bu fəaliyyəti Çar xəfiyyələrinin diqqətindən yayınmır. Öz inadkarlığı sayəsində Məhəmməd Pişnamazadə yenidən təqib altına alınır. Pişnamazadə Türkiyə və İran hökumətləri ilə əlaqə saxladığına və hər iki hökumətin ziyalıları ilə ünsiyyətinə görə günahlandırılır. Güya o, Qafqazda Rusiyaya qarşı ixtilaf hazırlayır, təbliğat aparır. Beləcə, günlərin birində Türkiyədəki İttihad və Tərəqqi, habelə İran inqilab rəhbərləri ilə əlaqəsinə və Çar Rusiyası əleyhinə fikirlərinə görə Axund tutulur. 1906-cı ilin oktyabr ayında daim nəzarət altında olan Pişnamazadənin və dostlarının evində qəfil axtarış aparılır. Onların mənzilindən Difai partiyasına məxsus türk, fars və rus dilində xeyli siyasi kitablar, intibahnamələr və 2 möhr ələ keçirilir. Axund Molla Məhəmməd Pişnamazadənin evində axtarış aparılanda o 2 möhürdən biri Məktəb-ül Xeyriyyənin möhürü olur. Amma digər möhür barədə yəni heç bir mənbələrdə dəqiq qeyd olunmur ki, bu hansısa bir firqənin, hansısa bir partiyanın, ola bilsin ki, məsələn, Qeyrət firqəsinin möhürü ola bilər. Çünki o dövrdə 1905-ci ildə yaranan Qeyrət firqəsinin məhz
təsisçilərindən biri Axund Molla Məhəmməd Pişnamazzadə olmuşdur. Ola bilsin Qeyrət firqəsinin möhrü olmuşdur. Amma digər bir möhür dəqiq olaraq Məktəbül Xeyriyyənin möhrü olmuşdur. Yəni əşya dəlillər daha tutarlıdır. Nəinki şahidlər. Çünki şahid insandır. Bu gün bu cür deyə bilər, sabah başqa cür deyə bilər və digər məcburiyyət qarşısında demişəm. Amma əşya-i dəlil ən canlı bir şahiddir. Sözsüz ki, Məhəmməd ağa kimi bir adamın evində Azərbaycanın bütün ab-ı havasını, istər siyasi, istər ictimai, istər maarif, ab-ı havasını əks elətdirən sənətlər var idi. Bu elə-belə deyildi. Onun yazışmaları, onun deyək, tövsiyələri, özünün bəlkə gündəlik, hətta cümə günləri üçün cümə xütbələrindəki hazırladığı xütbələri filan. Çünki mütləq xütbə oxunurdu. O xütbələr. Yəni, bunu axtarılacaqdı orada, deyək ki, onun qarşı, onun dövlətə etimadsızlığına qarşı, etimadsızlığını göstərən dəlillər tapılacaqdı. Bu da o dövr üçün yəni, təbiidir. Hər bir dövrdə o mümkündür, təbiidir. Möhür də sözsüz ki, birinci elə bir şəxsin mütləq öz adına möhür olurdu. Çünki bu müştəhid idi hər şeydən əvvəl. Hər hansı bir məsələ olanda, bilirsizmi? Həm də bizim o dövrdə Azərbaycanlıların axı heç özlərinin anadan olan uşağın qeydiyyat məsələsi yox idi. Bu qeydiyyatı xüsusən oğlan uşaqları doğulanda gedirdilər, deyək ki, o ruhaninin, müştəhidin yanına, o da bir yerə onu yazırdı, adını, atasının adını və bir möhür vururdu ona ki, həqiqətən, məsələn, bu uşaq filan kəsin oğludur, halalzadədir, filan nəsildəndir. Yəni, mən elə başa düşürəm ki, elə də o bir siyasi şeylər olmayıb. Ancaq yəqin ki, belə desək ki, onun gündəlik işlətdiyi möhürlər idi. Axund ikinci dəfə həbsə alınır. Məhkəmənin qərarı ilə 3 illik həşdərxana sürgün olunur. Lakin burada da Pişnamazzadə olduqca çətin şəraitə rəğmən müsəlmanlar arasında maarifçilik ideyalarını yayır və onların maariflənməsi üçün köməyini əsirgəmir. O, mətbuatla müntəzəm əlaqə saxlayır. Həşdərxanda nəşr olunan Həmiyyət, Günəş, Burhan Tərəqqi kimi qəzetlərdə günün vacib məsələləri barədə məqalələrlə çıxış edir. Məqalələrdə müsəlman qızlarının təhsilə yiyələnmələrinin vacibliyindən xüsusi söhbətlər açılır. 1909-cu ildə Axundun sürgün həyatı başa çatır və o Tiflisə qayıdır. O zamanlar Tiflisdə Axundun yaxın əqrəbəsi olan Fərəcullah Pişnamazzadə Qafqaz müsəlmanları Şiə Ruhani İdarəsində işləyirdi. Məhz öz yaxın əqrəbəsinin köməkliyi ilə Pişnamazzadə də eyni adlı quruma üzv seçilir və çox çəkmir ki, Qafqaz Şeyxülislamı təyin edilir. Məhəmməd Pişnamazzadə 1918-ci ilin dekabr ayınadək məhz bu müqəddəs vəzifədə çalışır. Axundun diqqət yetirdiyi məqamlardan biri də məzlumlara, kimsəsizlərə qayğı göstərmək olub. Birinci Dünya Müharibəsi zamanı viran olan Qars, Ərdahan və Ərzurum şəhərlərində ata-analarını itirərək, ac-yalavac çölləri dolaşan uşaqların taleyi onu gecə-gündüz narahat edir. Pişnamazzadə fitva verir ki, Ramazan bayramında yığılan fitrə pulu bir yerə toplansın və həmin vəsaitlə yetim uşaqlar geyim və yeməklə təmin olunsun. Onlara sığınacaq yerləri yaradılsın. Belə də olur. Şeyxülislamın səyi ilə didərgin türk balaları isti sığınacaq tapırlar. Axund 1915-ci ildə Son Xəbər qəzetinin 7-ci sayında imkanlara üz tutaraq yetimlər evinin açılması üçün vəsait toplamağa çalışır. Yəni oradan Ərdahan, Qars, Ərzurumdan bir çox yetim, yəni ermənilər tərəfindən vəhşicəsinə ata-sanası öldürülmüş yetim uşaqlar, yoxsullar, aclar, bunlar Gəncəyə gətirir. Bunları əslində Cavad əfəndi gətirirdi, Əhməd Cavad gətirirdi. Çünki Əhməd Cavadın çox yaxşı ünsiyyatı var idi, yəni o işlərlə bağlı. Və nəinki qapı-qapı düşüb. Qapı-qapı düşüb əslində onları yerləşdiriblər evdə. Bəziləri deyir qapı-qapı düşüb, yəni vəsait toplayıblar. O vəsaitə görə də öyle idi. Əhməd Cavadla Məhəmməd Pişnamazzadə
bilirdilər, şəhəri tanıyırdılar. Harda varlı adam var, harda yəni imkanlı adam var, uşağa baxa bilər, bölüşdürürdülər və onlardan yəni son dövrə qədər yəni qalanı var idi, yaşlı. Yəni Ərdahandan gələn qaçqınlardan mən özüm şəxsən birindən ünsiyyətdə də olmuşam, dünyasını dəyişdi bir 6 il bundan qabaq. Onları gətirib paylayırdılar ki, məsələn bu ikisinə sən bax, bu da bizdəndir, türkdür, ermənilər öldürüblər, atasını, anasını yetim qalıbdır. Və eyni zamanda, yəni maraqlı məsələ nədir? Yardım əslində qapı-qapı düşüb alınmayıbdır. Deməli ki, İmamzadənin gəliri və eyni zamanda həmən il 14-cü ildə, 1914-15-ci ildə Ramazan ayında fitrə pulunu tamamilə yığıb göndəriblər Şərqi Anadoluya. Sözsüz bunları kim yerləşdirməlidir? O dövrün müsəlman əhalisinin qabaqda gedənləri, ağsaqqalları, böyükləri. Və mən inanıram ona. Bəlkə kimdənsə gedib bir imkanlıdan xahiş ediblər ki, sənin imkanın var, sənin bir müsəlman, məsələn, bir ailəni, 2 ailəni yerləşdirmək. Bunu sən yerləşdir, biz də sənə müəyyən qədər kömək eləyərik. Çünki bu nüfuzlu adamlar zamin durmasaydılar, kimsə kimsəni tanımaza, bilməzə gətirib yerləşdirməsi biraz müşkül məsələ idi. O dövr çox böyük bunlar fəaliyyət göstəriblər. Bir o illərdə, bir də 18-ci ildə çox böyük bu adamların elə məhz ona görə də həmin dövrdə Məhəmməd Ağa Şeyxülislamlıq məqamına gəlib çıxır. Pişnamazzadə Azərbaycan Demokratik Cümhuriyyətini böyük rəğbətlə qarşılayır. 7 ay təzə hökumətlə işləyəndən sonra xəstələnir. Axund Pişnamazzadə 7 ay Azərbaycan hökumətinə xidmət etdikdən sonra xəstəliyinə görə öz ərizəsinə əsasən Qafqaz Müsəlmanları Şiyə Ruhani İdarəsinin sədri və Şeyxülislamlıq vəzifəsindən azad olunur. Həyatın enişli yoxuşlu yollarından zinhara gələn ağsaqqal nəhayət bir qədər asudə yaşamaq üçün üz tutur doğma şəhərə və yenidən Şah Abbas Cümə məscidinin axundu təyin edilir. Sən demə, həyatı bu qədər rahat başa vurmaq o qədər də asan iş deyilmiş. Gəncədə şura hökuməti hakimiyyətə gələr-gəlməz bu parlaq şəxsiyyət səbəbsiz yerə burjuya ziyalısı və qatı dindar adı ilə yenidən həbs olunur. Şeyxin günahsızlığı barədə heç bir dəlil sübut fayda vermir. Yalnız köhnə dostu, sürgünlü illərindən tanış olduğu Nərmanovun şəxsi müdaxiləsi nəticəsində o həbsdən azad edilir və iş yerinə qayıdır. Nərmanovun ölümündən sonra Axund yenə də sorğuya tutulur və haqsız yerə incidilir. 80 illik ömrü beləcə təqiblər, sürgünlər, istiraplar içərisində keçir. Bolşeviklər gələndən bu adam dünyasına 38-ci ilə qədər, ölənə qədər, vəfat eləyənə qədər 12 dəfə həbs olunubdur bu. 12 dəfə. 6 dənə evi müsadirə olunubdur. Burada yəni söhbət nədən gedirdi? Doğrudan da əgər Nərman Narmanov olmasaydı, Məhəmməd Pişnamazadəni Gəncə üsyanından dərhal sonra yəni öldürəcəkdilər. Burada necə olur? Yəni evin içində yığıncaq 23-cü ildə axırıncı səfər satılır və NKVD tərəfindən evin içində gəlib axtarış aparırlar. Bir neçə böyük ruhanini həbs eləyirlər və belə əlaqələndirirlər ki, Məhəmməd Pişnamazadə yeni bir üsyan hazırlayır. Güya difaçilər yeni bir üsyan hazırlayırlar. Bundan başqa həbs olunur bir dəfə Şeyx Nizaminin, yəni biz bilirik ki, Şeyx Nizaminin cəsədi, sümükləri bir dəfə öz qəbrindən çıxarılıb Şah Abbas məscidinə gətirilib. Yəni həmən hadisədə Məhəmməd Pişnamazadə həbs olunur və tarixi mənbələr göstərir ki, onun qəbirdən çıxarılmasına fitvanı vermişdi, icazə vermişdi ki, yəni şeyxin təhqir olunmuş məzərdən çıxarılıb Şah Abbas məscidinə gətirmək. Və ümumiyyətcə bu adam dünyasını tam dəyişənə qədər öz əqidəsini dəyişmədi. Belə bir fikir var, deyir, hər bir yaradıcı adamın, hər bir üzdə ziyalının, belə götürək, yaradıcı adamın həyatı onun qulluq elədiyi ideyanın həyatı qədərdir. Lenin haqqında şeir yazanları indiki nəsil tanımır. Lenin öldü, onlar da öldü, getdi. Bunlar elə bir ideyaya qulluq eləyiblər ki, o ideya həmişə yaşadığına görə bunlar da həmişə yaşayacaqlar.
Dedilər işsiz qalan türbəndə vəhşi güllər açmış, görməyə gəldim. O hücrə cənnətin xakinə mən də həsrətlə üzümü sürtməyə gəldim. Təqiblərə və həmkarlarının bir çoxunun repressiya olunmasına tab gətirməyərək Axund 1938-ci ildə vəfat edir və İmamzadə qəbirstanlığında babası Mövlana Hüseynin sərdabəsində dəfn edilir. Məhəmməd Pişnamazzadə bu evdə yaşadı, ömür sürdü. Bu parlaq şəxsiyyət özündən sonra Azərbaycan elminə Şölə, Raziyə, Əli və Həsən adlı 4 övlad qoyub getdi. Lakin Sovet hakimiyyəti dönəmində ziyalımızın övladlarının da başına min bir oyun açılır. Fəqət əzab-əziyyət heç kəsi əyə bilmir. Oğlu Mirzəli bəy professor, qızı Raziyə xanım isə adlı sanlı müəllimə olur. Nəvə və nəticələri də demək olar ki, bugün babalarının yolunu davam etdirirlər. Əbəs yerə demirlər ki, su gələn arxa bir də gələr. Öz həyat kitabələrinin böyük hissəsini, həyatlarının ən şərəfli və keşməkeşli illərini, millətin mənafiyindən doğan amallarla bağlayan tarixi şəxsiyyətlərimizin həyatının öyrənilməsi gələcək nəsillərə Azərbaycan milli ruhunun təbliği baxımından dəyərli vasitədir. Odur ki, biz də milli ruhumuzun öyrənilməsi naminə gələcəkdə də tarixi şəxsiyyətlərimizin həyat yoluna səfər edəcəyik.